Herkese salamlar. Mən Rəzat müəllimi Qabil Abbasov. 23-11-2025 tarixində keçirilmiş ortaokul 9 sinif buraxılış sınavının həllinə baxacağıq. Gəlin başlayaq. 31-ci sualdan. Bizə deyilir 2 düz xətt kəsişməsində alınan bucaqların biri digərindən 2,6 dəfə böyük olarsa alınan bucaqların böyüyünü tapın. Şöyle 2 kəsişən düz xətt. Biri x isə digəri 2,6x-dir. Bilir ki, bunların cəmi bizə verir 180 dərəcəni. 3,6x bərabərdir 180-a. X də bərabərdir 180 bölək 3,6. Bu da bərabərdir 50 dərəcə. Kiçiyimiz 50 dərəcədirsə, böyüyümüz neçədir? 130 dərəcə. Bizdən böyüyünü soruşduğunda cavabımız oldu A variantı. 32-ci sual. Bizə deyək, çoxaltısının vurukları ayırın. Şöyle, buradan bilirik ki, A çıxab B, burada verilən B çıxaq A. Biz bunu bir ifadəyə gətirsək, M vur A çıxab B. Biz bunu A çıxab B kimi yazanda qarşıya mənfi verilir deyənə. Bu mənfini elədi müsbət A çıxab B bərabərdir. Hər ikisində də A çıxab B vuruğunu yaratdı deyənə. Ortaq vuruq kimi götürsək, geridə qalır M üstə gələk N. A çıxab B vuraq M üstə gələk N. Doğru cavab C variantı. 33-cü sual. Deyir, N natural ədədi üçün əbob 1, 3, əbob 3, 5, əbob 5, 7 və əbob 2-nin çıxab 1, 2-nin plus 1 ifadəsinin qiymətini hesablayın. Fikir versəniz, burada ədədlərimiz 1, 3, 3, 5, ardıcıl necə ardıcıl tək ədədlərdir. Düstura da fikir versək, nədir? 2 vaid böyük olduğuna görə bunlar nədir? Ardıcıl tək ədədlərdir. Bilir ki, ardıcıl tək ədədlər qarşılıqlı sadə ədədlərdir və qarşılıqlı sadə ədədlərin əbobu həmişə 1-ə bərabərdir. 1, 1, 1 və nəhayət 1. İstənilən qədər 1-i 1-ə vuran eləyir 1. Cavabımız oldu 1. 34-cü sual. Bizə deyir, üçəlçisinin ən kiçik qiymətini tapın. Şöyle 34-cü sualı 2-dən həll yollayacaq. Birinci həll yolumuz funksiya kimi baxıb ax kvadratı üstə gəlib bx üstə gəlib c bərabər 0 təllindən bilirik ki, birinci həll yolumuz y bərabər burada kimi baxsaq və buradan bilirik ki, bunu da yaza bilərik ki, x çıxaq m-in kvadratı üstə gələk n. Burada bilirik ki, x0 bərabərdir m, y0 bərabərdir n. Yəni, x-in m qiymətində a böyükdür 0 olanda ən kiçik qiymət n olur. X-in yenə m qiymətində a kiçik 0 olarsa, bu a kiçik 0 olarsa, ən böyük qiyməti nə olur? N olur. Onda ən kiçik qiymət n, ən böyük qiymət n. Burada görürük ki, a-mız nədir? 2. Burada e-mizi tapırıq bu düsturdan. Mənfi b bölək 2a. N-imizi də tapırıq. Yəni, bu olur x0 bərabər deyim. Bu olur y0 bərabər n-ə. N-imiz də olur 4ac çıxab b kvadratı bölək 4a və yaxud mənfi d bölək 4a. Demiz nədir? Diskriminant. Bu düsturlardan istifadə edərək tapırıq. Birinci yolumuz. Birinci yolumuz buna gətirməkdir. Bunu necə gətirək? 2a kvadrat çıxaq 8a üstə gələk 11-də bərabərdir. Buradan 2-ni ortaq vuru çıxarsaq, geridə qalır a kvadratı çıxaq 4a üstə gələk 5,5 bərabərdir. Bu ifadənin kvadrata gətirsək, 2 ifadənin kvadratını gətirsək, necə yazırıq? Birincinin kvadratı çıxaq, birinci vuraq ikincinin kimisi, yəni 2 vuraq 2 kimi yazılıb. Birinci vuruq budur, ikinci vuruq deməli 2 imiş ki, bu belə gəlir. Yəni a kvadrat çıxaq 4a, üstə gələk 4 əlavə edib 4 çıxsaq, buna bir-birini götür, geridə qalır yenə həmən ifadə. Üstə gələk nə? 5,5 bərabərdir.
2 vuraq. Bu bizə verir A çıxaq 2-nin mörtəzə kvadratı. Mənfi 4-dən də 5,5 çıxanda qalır 1,5. Bu da bərabərdir. 2 vur A çıxaq 2-nin mörtəzə kvadratı. Üstə gələk 2 1,5-ə vuranda eləyir 3. Həmin düstura gətirdik. Enimiz nədir? 3. Deməli, ən kiçik qiymətimiz nədir? 3. Bu birinci həll yolumuz. İkinci həll yolumuz isə uşaqlar. Düsturu yerinə qoymaqdır. Yəni, n bərabərdir 4ac çıxaq b kvadratı bölək 4a bərabərdir. 4 vuraq. A'mız nədir? 2. C'miz nədir? 11. Çıxaq. B'miz nədir? 8. 8-in kvadratı eləyir 64. 4 vur 2 bərabərdir. 88 çıx 64 böl 4'ü 2'ye vuran eləyir 8. Bundan çıxanda 24 böl 8 bərabər neçə 3'ə. Hər iki yolla da cavabımız 3 tapdıq. 35-ci sual. Bizə deyir ABC üçbucağında A üstəgələ B 90 dərəcə. Bura 90 dərəcədir və AB 6 sm olarsa, AB'miz 6-dırsa, C təpəsindən AB tərəfindən çəkmiş meydan uzunluğu. Meydan nədir uşaqlar? Tərəfi yarıya bölür. Belə ki, düzbucaqlı üçbucaqda möhtəşəm üçlü deyirlər uşaqlar, türklər, möhtəşəm üçlü. 3 buradırsa, demək burada 3-dür uşaqlar. Eynidir. Yarısına bərabər. Pitonun yarısına bərabərdir. Düzbucaqlı üçbucaq qayda. 35 D variantı. 36. Ən kiçik sadə ədədin əksini tapın. Bilir ki, ən kiçik sadə ədəd əksi, ən kiçik sadə ədəd nədir? 2. Əksi nə eləyir? Mənfi 2. Çevrədə 50 dərəcəlik qövsdə. Tutaq ki, mərkəzin qoyun nöqtəsi O desək və AB 50 dərəcəlik qövs olsa, bu 50 dərəcəlik qövsdür. Bizə deyək ki, 50 dərəcəyə uyğun daxili çəkmiş bucağı tapın. 50 dərəcə qövsə uyğun. Tutaq ki, buradan daxili bucağı soruşur. Alfanı. Bilir ki, çevrədə daxili çəkilmiş bucaq alfa bərabər nəyə? Ona sökülən qövsünün yarısına. 25. Mərkəzi bucaq nə bərabərdir? Beta. Sökəndiyi qövsə bərabərdir. Hər iki onu deyir. Bizə daxili bucaq dediyinə görə cavabımız oldu 25 dərəcə. Bizə verilib düzbucaqlı üçbucağın böyük kateti. Bir dənə düzbucaqlı üçbucaq çəkək. Kateti böyük katet 4/3 olarsa. Böyük katet nədir? Bucaqlardan biri 60 dərəcədir. Demək böyük katet isə demək böyük bucaq olur. Digər bucaq 30 dərəcə olduğundan bu 60 dərəcənin qarşısındakı katet nədir? 4/3. Bizə nə soruşur? Bu bucağın hipotenuzunu. Yəni buranı x. 60 dərəcənin qarşısındakı katet nəyə bərabərdir? 4/3 bərabər nəyə? Hipotenuzun yarısının kökdə 3 hissəsinə. Buradan kökdə 3'lər 7. X də bərabər 4 vur 2 bərabər 8. Bu birinci həllimiz qaydanı. Qoy qayda yadımıza gəlmir. Kosinus trigonometri nisbətlərlə yadına gəlir. Məsələn, kosinus 60 dərəcə bərabərdir. Sinus 60 nədir? Deməli, kosinus 60 yox. Olsun kosinus 60 yox, uşaqlar. Kosinusla yazaq. Tutaq ki, kosinus 30 dərəcə nədir? Bitişik katetin hipotenuz olan nisbəti. Buradan kosinus 30 nəyə bərabərdir? 2-də 1-ə. Kosinus 30 nədir? Kökdə 3 bölək 2-yə bərabərdir. Yeni qub hesablasaq kökdə 3-də gedir. Yenə x bərabərdir 8 tapır. Hər iki yolla. Cavabımız oldu 8. 39. Deyək 1 metrin qiyməti bərabər nəyə? 4 manata. Və bizə deyək ki, 8 metr parçanın 12/7 hissəsini satdıqdan sonra neçə manatlıq parça qaldı? Qalan parça nə qədərdir? Onun qiymətini soruşur. 12/7 hissəsi satılıbsa, geridə neçə hissəsi qaldı? 12-də 5 hissəsi. 48-in 12-də 5 hissəsini tapsaq, bizə verir. 48-in 12 ixtisar getdi, qaldı 4. 4'ü 5'ə vuranda 20 metr. 1 metrimiz də 4 manat olduğundan 20 vuraq 4 bərabər neçə? 80 manat. Cavabımız oldu neçə? 80 manat. 40-cı sual. Bizə deyir A və B bir-birindən fərqli natural ədədlərdir.
Bizə verib A çıxaq 2, A üstəgələk B, üstəgələk C bərabər nəyə? 11-ə. Uşaqlar, 11 sadə də olduğundan bunu yaza bilərik 1 vuraq 11 kimi. Buradan bilirik ki, A çıxaq 2 fərq 1-ə. Cəm isə neçə bərabərdir? 11-ə. Buradan A nəyə bərabərdir? 3-ə. A-nı yenə 3 qoysaq, B üstəgələk C bərabər nəyə? 11 çıxaq 3. B üstəgələk C bərabər neçə? 8-ə. Və bizdən ifadəsinin qiymətini tapın deyinə bərabərdir. B üstəgələk C neçədir? 8. 3-ün üstə bircədə neçə edir? 4. Böləndə neçə edir? 2. Cavabımız nə oldu? 2. 41-ci sual. İfadəsinin qiymətini hesablayın deyir. Mənfi 2-nin kvadratı nə edir? Mörtəzədə olduğuna görə mənfi 2, mənfi 2 vuran deyir, müsbət 4. Üstə gələk. Mənfi 3-ün kubu. 3-ün kubu 27 olduğundan kvadratda da mənfi var. Nə edir? Mənfi 27. Çıxaq 4-ün kubu edir 64. Bərabərdir. 4 çıxaq 27 çıxaq 64 bərabərdir. 27-nin üstə 64 gələn deyilir 81. 91. 91-dən 4 çıxan deyilir mənfi 87. Doğru cavab C variantı. 42-ci sual. Bizə A çoxluğu, B çoxluğu və C çoxluğu verib və şıxlənmiş səyyuğun elementlər cəmini tapın deyir. Bu hissəni. Fikir ki, bu üç hissə bizə nədir? Hər üçündə kəsişmə nöqtəsidir. Venn diaqramına nisbətən. Hər üçün kəsişmə nöqtəsi nədir? Hər üç çoxluğa aid elementlər deyir. Hər üç aid element hansı var? Baxaq. Hər ikidə nə var? Hər ikisində. Məsələn, 7 var hər ikisində. 9 var hər üçündə. Hər üçündə 9 var, 7 var. 12 var. Başqa. Başqa var. Bu ikisində 4 var, bunda yoxdur. Bu ikisində 2 var, bunda yoxdur. 8, 10, 11. İkisinin 6 var, birində yoxdur. Deməli 3-dür. Cavabımız nə oldu? 7, 9 və 12. Kəsmə bura aiddir. Və bunların ən soruşur elementlərin cəmini. 7-nin üstə 9 gələndə eləyir 16, üstə gələk 12, bərabər desə 28. Cavabımız oldu neçə? 28. 43-cü sual. İfadəsinin qiymətini tapın deyir. Moduldan bilirik ki, müsbət çıxır. B eləyir 3,6, vuraq 7,2, 5,4, vur 1,2. İxtisar get, qaldı 6, 1,8 ixtisar gedir, qalır burada 2, burada qaldı 3. 2 vur 6 böl 3. 12 bölək 3 bərabər neçə? 4-ə. Cavabımız elədir 4. 44. Müsbət ədədin 80%. Tutaq ki, bir A ədəd müsbət ədəddir. Bunun 80% bizə verir A vuraq 80 bölək 100 bərabər neçə? 0,8 A-ya. Və bu ədədin 0,6 hissəsi. Hissəni tapanda nə vardı? Ədədi hissə göstərənə vururduq. Yəni 0,16-ya vurduq. Elədi 0,16 A. Neçə də böyük deyilinə 0,8 A-nı bölürük 0,16 A-ya. Bu da bərabər bizə verir. Alar getdi. 0,8-i 0,16-ya böləndə düşür. Hər tərəfi 100-ə vursaq eləyir 80. Bura vursa 16. 80 16-ya necə düşdü? 5. Neçə də böyükdür? 5 dəfə. Bizə verir A üstə gələk B 4-dürsə. 3A üstə gələk 3 vur B plus C ifadəsinin qiymətini tapın. Uşaqlar, bunu vurub açsaq möhtəzəni eləyir 3B üstə gələk 6 bərabərdir. Və buradan hər ikisində 3 ortaq vurub çıxarsaq A üstə gələk B ifadəsini yaratmaq üçün. Üstə gələk 6 və yerinə 4 qoysaq bərabərdir. 3 vur 4 üstə gələk 6. 12-nin üstə 6 gəndə neçə eləyir? 18. Cavabımız oldu 18. Bərabərsizlik. Bizə bu ifadəni verir. 2 qat bərabərsizliyi olarsa və bizdən bu ifadənin qiymətini hesablayın deyir. İlk olaraq ifadəmizi yazsaq, modulun içindən modul ifadəsi verir uşaqlar. Bərabərdir. X çıxıq 6. X-ə 1-dən böyük 5-dən kiçik nə qədər ifadə versək, bu ifadə olur mənfi. Moduldan da müsbət çıxdığına görə bunun əksini çıxardırıq. Əksi mənfi x minus 6-dır. Gələn yazanda bu edir mənfi x üstə gələk 6. Bu nə deməkdir? 6 minus x. Yəni gələn dəyişirik. 6 minus x kimi çıxarsa bərabərdir. X-in biri müsbət, biri mənfi. Getdi. Geridə qaldı nə? Modulda 9. Modulda 9 da müsbət çıxırdı. Nə edir? Müsbət 9. Cavabımız nə oldu? 9. 46, 47-ci sual.
7-ci sual deyir, ifadəsinin qiymətini hesablayın. İfadəsinin qiymətini hesablamaq üçün ilk olaraq biz bunları sadələşdirmək lazımdır. Necə? Həqiqi üstü qüvvətin xassəsindən istifadə edərək 27 nə deməkdir? 3-ün kubu. Kubunun kubu vur 8 nə deməkdir? 2-nin kubunun üstü 10. 6 2 vur 3 kimi yazsaq, 16-yı da 2 üstü 4 kimi yazsaq, eləyir 5. Bərabərdir. 3 üstü 3'e vuranda 9, 2 üstü 30, 1 2 üstü 8 vur, 3 üstü 8 vur, 2 üstü 20 bərabərdir. Və bölmə işarəsi olduğuna görə qüvvətlər çıxılır. 9'dan 8 çıxdıq. Vuraq. 30'dan da 8 vurma olduğuna görə toplayırıq 28. 30'dan da 28 çıxdıq. Bərabərdir. 98 çıxanda 1, 3 üstü 1 elir 3. 30'dan 28 çıxanda 2, 2 üstü 2 elir bizə 4. Bundan hasıl bizə nə verdi? 12-ni. Bizə verir 8-ci sual. 3'də 2 a üstü 5, 5 üstü 9 bir ədədinin dərəcəsi əmsalından neçə dəfə böyükdür? Bilir ki, bir ədədin dərəcəsi dəyişənlərin qüvvətlər cəminə bərabərdir. 5 burada, 9 burada. 5 üstə görə 9 bərabərdir neçə? 14-ə. Dərəcəmiz neçə elədi? Dərəcəmiz 14. Əmsalımız nəyə bərabərdir? 3'də 2'yə. Dərəcəsi əmsalında neçə dəfə böyükdür deyinə 14'ü böləcəyik 3'də 2'yə. Bölmə xassəsinə görə birinci olduğu kimi qalır, ikinci tərsinə vurulur. 2, 14 xısa getdi 7, 7 3'ə vuranda elədi 21. Cavabımız elədi 21. Bizə verir A, B və C natural ədədlər üçün A, B, 2, 5 nisbətində A bölək B bərabər nə? 2 bölək 5'ə. B bölək C bərabər nə? 1 bölək 4'ə. A üstəgə B üstəgə C'nin ən kiçik qiymətini soruşur bizdən. Şöyle A'ya biz 2K, B'ye 5K versək, C'miz olur 5K burası demək 4'ümüz nədir? 20K. 5'ə xısa get 1 bölək 4 nisbətinə qalır. Bunların cəmi bizə verir. En kiçik qiymət K da burada natural ədədlər olduğuna görə K qiymət verir 1. K 1 versə bu edir 2, 1 versə 5, 1 versə 20. C'miz. Bizə də ən kiçik qiymətini dediyinə görə 2 üstə gələk 5 üstə gələk 20 bərabər neçə? 27-yə. Cavabımız oldu 27. 50-ci sual. Deyir, mərkəzi O nöqtəsində olan çevirən AB vətəri CD vətərə konkretdir. Konkret demək bərabər deməkdir. Və bərabər konkret sökənə qövsə bir-birinə bərabərdir. Bu qövsər bir-birinə bərabərdir. Yəni A, M, B qövsü bərabərdir C, N, D qövsünə. Bizə A, M, B qövsümüzün uzunluğu A-ya, L, C, N, D qövsünün uzunluğu B-yə bərabərdir. Və bizdən soruşur 2A üstə gələk 3B, 3B çıxaq 2A bərabərdir. Nisbətini soruşur bizdən. Dedik ki, uşaqlar bu qövslər bərabər olduğundan deyə bilər ki, uzunluqları da bir-birinə nədir? Bərabərdir. Dərəcələr bir-birinə bərabərsə, uzunluqlar da bərabərdir uşaqlar. Bu nə ifadə nəzərə alsaq, birinə yazsaq 2A üstə gələk 3A, 3A çıxaq 2A bərabərdir 5A üstə gələk 2A-ya, 3-dən 2 çıxanda qalır 1. Alar getdi, 5-i də 1-ə böləndə düşür, cavab 5. Nisbətimiz oldu 5. 51-ci sual. Bizə ifadə verib və bu ifadənin həllini istəyir. İlk olaraq uşaqlar biz bunu sadələşdirsək. Bizdən soruşur 51-ci. 7 bölək kökdə 7, üstə gələ 8 bölək kökdə 8, 4 çıxaq kökdə 14 bərabər nə? A-ya. Bizdən bu ifadəni soruşur. Bizdən soruşur bu ifadəni, yəni 3 kökdə 2 A-nı bərabərdir. İlk olaraq buradan A-nı tapaq. Uşaqlar, məxrəci ilə sinopdan azad eləndə bizə verir, hər tərəfi kökdə 7-yə vursaq, 7 kökdə 7 bölək 7-yə, üstə gələ 8 kökdə 8 bölək 8-ə. Məxrəc hər tərəfi kökdə 7-yə, burada kökdə 8-ə vurdu. Məxrəci ilə sinopdan azad elədik.
Bunu da 4 çıxaq kökdə 14'ü yazdıq. Hər iki yazaq olduğu kimi. Buradan 7'lər ixtisar getdi. Üstə gəlir kökdə 8. 8'e də buradan getdi. Qaldı 4 çıxaq kökdə 14. Bərabər nəyə? A'ya. Şöyle buradan 2'ni ortaq vurub çıxarsaq. 2'ni kökdə 2'ni ortaq vurub çıxarsaq. Yəni kökdə 7 üstə gəlir kökdə 8. Burada kök 4 ne deməkdir? 4'ün kvadratını eləyir 16. 16 necə yaza bilərik? Kökdə 2 vur kökdə 8 kimi. Bu necə yaza bilərik? Kökdə 2 vur kökdə 7 kimi. Buradan kökdə 2'ni ortaq vurub çıxarsaq. Geridə qalır kökdə 8 minus kökdə 7. Bərabər nəyə? A'ya. 7, 8. Yəni kökdə 2. Bunu toplam yerləşən cəm dəyişmir də. Bunu yaza bilərik kökdə 8 plus kökdə 7 kimi. Ya bu bizə nə verir? Kökdə 8'in kvadratı çıxaq kökdə 7'nin kvadratı. Bərabər nəyə? A'ya. Biz də bilirik ki, kökdə 8'in kvadratı kvadratla kök getdi. Qaldı 8, 7. 8'den 7 çıxanda 1. Bərabər nəyə? A'ya. A'mız oldu kökdə 2. Və gətirib yerinə qoysaq, 3 kökdə 2 vur kökdə 2 bərabərdir. 3 vuraq kökdə 2 vurun elədi 2. Bu da bizə verdi 6. Cavabımız nə oldu? 6. 52-ci sual. Bizə bir dənə çevrə verilir. 52-ci sual. Deyir, uzunluğu 5 cm olan çevrənin xaricində olan A nöqtəsindən çevrənin mərkəzinə qədər məsafə A nöqtəsində çevrənin mərkəzinə qədər olan məsafə 6,5 cm. A nöqtəsindən çevrəyə çəkilmiş toxunanı tapın. Toxunanı. Tutaq ki, bura x deyir. Buranı soruşur. Bura AB, bura O olsun. Bunu uzatsaq, bizə verir nəyə? Diametri. Diametri nəyə bərabərdir? Uzunluğu 5 pi olarsa. Çevrənin uzunluğu nəyə bərabərdir? 2 pi r və yaxud pi d. Buradan r nəyə bərabərdir? Bildik ki, 2,5'ə bərabərdir. Bura 2,5, bura 2,5. Buradan bu hissə nə qədər qaldı? 6,5'dən 2,5 sonra qaldı 4. Toxunan üstünə mütənasibdən istifadə edərək x'in kvadratı bərabərdir. Çevrəyə qədər olan məsafə 4 vuraq ümumi uzunluğa. Yəni 4 üstə gələk 5 də bura. Bərabər 4'ü 9'a vuranda eləyir 36. Buradan da x də bərabərdir kökdə 36'ya. Ondan da çıxır neçə? 6. Mənfi 6, müsbət 6 çıxır deyənə. İfadədə qiymətlərdə mənfi olmur deyənə çevrə məsələsində. Onca müsbətini götür. Müsbət 6. 53-cü sual. Deyir, O nöqtəsindən çıxan şüaların əmələ gətirdi. A, O, B, B, O, C və A, O, C. Dərəcə ölçülə uyğun olaraq 5-4 nisbət, yəni 5x, 4x və 6x nisbətindədir. Bizə deyir, BO, CO parçalar konkretdir. Yəni, bura bərabərdirsə, bizdən soruşur C, B, O-nu, bu hissəni, yəni x-i. Bura y-dir, x deymişik. Şöyle, tam çevrə yarattığına görə bu qövsdə, bunların cəmi bizə verir 360 dərəcə. Buradan 12, 15x bərabərdir 360 dərəcə. X də bərabərdir 360 bölək 15. X də bərabər 360'ı 15'e böləndə düşür 24 dərəcə. 4 vuraq 24 bərabər neçə? 96 dərəcə. Niyə 96? Bura bərabər verib bu hissədir. 4x olduğuna görə, bura 4x olduğuna görə, buranı tapdıq 96 dərəcə. Bərabər yanında olduğuna görə y buradırsa y buradır. Yəni 2y üstə gələk 96 bərabərdir 180-a. 2y bərabərdir 180-a 96 çıxanda qalır 84. Y bərabər neçə? 42 dərəcə. Cavabımız neçə elədi? 42 dərəcə. C, B, O. 54-cü sual. 2 ədəddən biri digərindən 3 dəfə böyükdür.
biri x desək, birinə y desək ədədlərdən. 2 ədəddən biri digərindən 3 dəfə böyükdür. Bərabər neçə? 3y. Kiçik ədədin yarısı. Kiçik ədəd nədir? X, y. Y bölək 2. Üstə görə böyük ədədin 2 mislisi. Böyük ədəd nədir? X. 2x bərabərdir. Cəmi nə verir? A. Və bizdən soruşur, kiçik ədəd A ilə ifadə edin. Kiçik ədədi. Kiçik ədədimiz nədir? Y A ilə ifadə edin deyir. A ilə. Y A ilə göstərəcəyik. Bunun üçün yazırıq. Y üstə gələk. Hər tərəf 2-yə vursaq. 4x bərabər nəyə? 2a-ya. Kiçik ədədi a ilə ifadə edin. Yəni nəyi? X. Kiçik ədəd y a ilə ifadə edin deyir. Y də bərabərdir 2a çıxaq nə? 4x-ə. X-imiz nəyə uşaqlar? 3y-ə bərabərdir. Yerinə qoysaq y bərabərdir 2a çıxaq 4'ü çevrəndə neçə eləyir? 12y. Buradan 13y bərabərdir 2a-ya. Y də bərabərdir 2a bölək 13-ə. Cavabımız nə oldu? Y bərabərdir 13'də 2a. Beşinci sual. Deyir mətbədə 3 gün müddətində 1-ci gün, 2-ci gün və 3-cü gün. 3 gün ərzində, bu 3 gün ərzində cəmi nə qədərdir? 1200 kitab çap edilir. 1-ci gün plan 30%. 1200'ün 30% bölək 100 bərabərdir 360. 360 kitab. 2-ci gün isə bundan 100 kitab artıq. Yəni 360'dan 100 qədər artıq. Üstə gələk 100 bərabər neçə? 460-a. Bizə bu 3-cü gün sorulur. 360 üstə gələk 460 üstə gələk x bərabər 1200 kitaba. Bu bizə verir 820 üstə gələk x bərabərdir 1200-ə. X də bərabərdir 1200 çıxaq 820. Bu da bərabərdir 380 kitaba. Doğru cavabımız oldu 380. 3-cü günə qədər kitab elədi? 380 kitab. Bu qədər. Sağ olun, salamat qalın uşaqlar.